Salam hörmətli izləyicilər. Bu dəfəki müzakirəmizi politoloq Nəsimi Məmmədli ilə aparacağıq. Nəsim bəy, xoş gördük. Hoş gördük Səxavət bəy. Mən də sizi və bizim dəyərli və daimi izləyicilərimizi salamlayıram. Təşəkkür edirəm Nəsim bəy, minnətdaram. Nəsim bəy, Amerika vitse-prezidentin J.D. Vance'in Cənubi Qafqaza bir səfəri oldu. Və bu təbii ki, səfər Ermənistandan başladı, Bakıda yekunlaşdı. Amma bu Cənubi Qafqaz deyəndə Gürcüstan kənarda qaldı və Gürcüstanın içərisində Saakashvilidən tutmuş, hətta Gürcüstanın bir çox siyasətçilərinə qədər bu məsələyə bir qədər fərqli baxdılar və narazılıqlarını bildirdilər. Həm də ümumiyyətlə siz həm də tarixdən də görə bilərsiniz bu məsələyə ki, ümumiyyətlə əvvəllər Cənubi Qafqazın siyasi paytaxtı Tiflis sayılırdısa, biz hətta bunu müzakirə eləmişdik sizlə bir dəfə, amma bu artıq dəyişmək üzrədir. Nəsim bəy, birinci elə bu səfərin Cənubi Qafqaza gətirəcəklərini istəyərdim şərh eləyəsiniz, istəyərdim bu mövzunu danışasınız. Gətirəcəkləri nə olacaq, aparacaqları nə ola bilər? Çox maraqlı sualdır. Tamamilə haqlı qeyd edirsən. Əslində Cənubi Qafqazın siyasi mərkəzi Gürcüstan olubdur, Tiflis olub hər zaman. Bu son bəlkə də 100 ildən artıq bir müddətdə belə olub. Çar Rusiyası dövründə də indi Gürcüstan Çar Rusiyasına özü könüllü qoşulmuşdur. Ondan sonra demək olar ki, Çar Rusiyasının da həm siyasi, həm mədəni, həm hüquqi mərkəzlərindən biri kimi regionda xüsusilə mərkəzlərdən biri kimi özünü göstərirdi Gürcüstan. Və təbii ki, o təsirlər də bizim regionlara da məhz Gürcüstan vasitəsilə yayılır. Müstəqillik əldə etdikdən sonra da Avropa İttifaqı ilə ilk dəfə olaraq demək strateji tərəfdaşlıq sazişi imzalayan 2014-cü ildə Gürcüstan oldu. Ardınca 3 il sonra Ermənistan bu addımı təkrarladı. Azərbaycan isə ümumiyyətlə belə bir addım atmadı. Bu fərdi qaydada Avropa dövlətləri ilə strateji tərəfdaşlıq sazişləri imzaladı. Bundan əlavə Amerika Birləşmiş Ştatlarının nəinki vitse-prezidenti, hətta prezident Bush özü belə Gürcüstana səfər etmişdi. Yəni bu onu göstərir ki, Gürcüstan doğrudan da bölgədə Qərbin ən strateji tərəfdaşı kimi xeyli müddət proseslərin önündə oldu, başında oldu. Amma Saakashvili hakimiyyətdən getdikdən sonra daha çox Rusiya yönümlü bir siyasi xəttin tədricən siyasi sahədə özünü göstərməsi Qərblə münasibətlərə müəyyən qədər soyuqluq gətirdi. Və bu soyuqluq indi xeyli hətta problemli səviyyədə də inkişaf etməkdədir. Çox təəssüf ki. Çünki Gürcüstan bizim doğrudan da qərbə açılan qapımızdır. Həm bizim, həm Ermənistanın. Ona görə Gürcüstandakı proseslər istər-istəməz digər dövlətlərə də müəyyən qədər təsir göstərə bilir. Mən əlbəttə Gürcüstanın seçimi ilə bağlı bir qədər Azərbaycanda bir çox insanların danışdığından, yəni sizinlə müzakirələrdə də mən bunu qeyd eləmişəm, fərqli düşüncələrim var. Mən o qənaətdəyəm ki, Gürcüstan bugün Rusiya ilə münasibətlərini normal saxlama məcburiyyətindədir. Çünki birbaşa Rusiya ilə sərhəddi var. Eyni zamanda çox böyük öz ərazisində münaqişə var. Və bu münaqişə birbaşa Rusiyadan qidalanır, Rusiyadan dəstəklənir. Biz yaxın tarixdə gördük ki, 4 il bundan öncə NATO dövlətlərlə həmsərhəd olan Gürcüstandan qat-qat böyük həm hərbi baxımdan, həm iqtisadi baxımdan, həm geosiyasi məkan baxımından qüdrətli olan Ukrayna Rusiya ilə müharibəyə qoşuldu. Daha doğrusu Rusiya hücum elədi Ukraynaya. Ukraynanın yanında düzdür. Bugün Qərb dövlətləri dayanır. Avropa İttifaqı, Amerika Birləşmiş Ştatları müəyyən dəstək verirlər. Və təbii ki, bu dəstək verilməsəydi, Ukrayna duruş gətirməsi çətin olardı. Amma heç kəs gəlib Ukrayna xalqı əvəzindən əlinə silah götürüb döyüşmür. Yəni, Gürcüstan da kiçik bir dövlətdir.
Düzdür, Rusiya zəifləyibdir. Rusiya Ukrayna bataqlığında çox ciddi çabalayır. İndi onun elə bir taqəti yoxdur ki, ikinci cəbhə açsın. Amma bu Rusiyadır. Rusiyadır. Biz xatırlayırıq 1800-cü ilin əvvəllərində Napolyon da Moskvaya qədər daxil olmuş. Amma Ruslar elə ondan çox qısa müddət 1812-ci ildə Napolyonla olan döyüş, 1813-cü ildə biz Gülüstan müqaviləsi imzaladıq. Yəni bu gəldi, bu bizim Qafqaz regionunu, İran-Rusiya müharibələri, İran-Türkiyə müharibələri, yəni bir mənalı şəkildə Rusiya zəifləyib, indi nə istəyirik eləyək demək də mənə elə gəlir ki, bir qədər doğru yanaşma olmaz. Məsələlərə gərək real baxaq. Rusiya çox böyük dövlətdir, hələ o gücünü saxlayır. Hələ biz bilmirik qarşıdakı 3 ildən sonra, 5 ildən sonra bax, indi qurulmaqda olan geosiyasi arxitektura necə dəyişəcək? Burada proseslərin yönümü, istiqaməti necə formalaşacaq? Bunlarla bağlı bir mənalı fikir demək çətindir. Amma ilk görünən budur ki, Gürcüstan hökuməti özünü Rusiyadan qorumaq üçün qərblə münasibətlərə özü də çox isti şəkildə can atır. Sanki bir qədər də məqsədli şəkildə qərblə münasibətlərin gərginləşdirilməsi prosesini biz izlədik. Bax, məsələn, elə qanunlar var idi ki, o qanunların nümayişkarane şəkildə Gürcüstanda qəbul edilməsi faktiki olaraq hər kəs anlayırdı ki, bu qərblə münasibətlərdə böhran yaradacaq. Amma Gürcüstan buna getdi. Gürcüstan hökuməti bunu etdi. Ona görə etdi ki, əslində mən belə anlayıram ki, o Rusiyanı rahatlatmağa çalışdı ki, mən qərblə yox, yəni regionda indi tam şəkildə diplomatik münasibətlər yoxdur da, tam səninlə bir yerdə olmasam da, yəni qərbin burada sənə qarşı istifadə olunacaq bir platforması, bir meydanı olmaq istəmir. Yəni bunu ən azı ortaya qoydu. İndi gələk Cənubi Qafqaz səfəri. Əlbəttə, bu olduqca mühüm bir səfərdir. Xüsusilə də nəzər almaq lazımdır ki, indi bundan əvvəlki 5 illik, 10 illik, 20 illiklərlə müqayisədə indi artıq Rusiya bölgədə çox böyük bir güc itirib. Rusiya-Ukrayna müharibəsi faktiki olaraq Rusiyanı tamamən öz içərisinə çəkilməyə və Ukrayna cəbhəsində məşğul etməyə vadar edibdir. Ona görə indi belə götürsək, Cənubi Qafqazda bir boşluq var. Rusiya tərəfindən boşalmaqda olan bir boşluq var və Amerika Birləşmiş Ştatları qətiyyətlə bu boşluğu doldurmağa girişir. Biz diqqət edirik ki, məsələn, Avropa İttifaqı bunu edə bilmir. Heç özü də istəmir. Çünki Avropa İttifaqının özündə də ciddi problemlər var. Avropa İttifaqı daha çox, məsələn, Rusiya-Ukrayna müharibəsi ilə bağlı onlar da öz təhlükəsizliyi üçün bugün daha çox çalışırlar. Daha çox, məsələn, Ukraynaya edilən yardımlar, indi elə səhv eləmirəmsə, bu günlərdə 90 milyard avroluq bir yardım paketi də bir kredit paketi, bəli, Ukrayna üçün artıq qəbul edildi, bir qərar verildi. Yəni, bütün bunlar ona hesablanıbdır ki, Avropa İttifaqı öz təhlükəsizliyini bugün mümkün qədər təmin etsin, qorusun, onunla bağlı tədbirlər həyata keçsin. Bu baxımdan Amerika Birləşmiş Ştatlarının Cənubi Qafqazda möhkəmlənməsi istiqamətində biz addımlar görürük. Gürcüstanla bağlı proses necə olacaq? Mən elə gəlir ki, Gürcüstanla bağlı proses çox da ağrılı və uzun çəkməyəcək. Əgər Ermənistan və Azərbaycanda Amerika Birləşmiş Ştatları özünün o strateji tərəfdaşlıq addımlarını möhkəmləndirəcəksə, Gürcüstanla bu addımın atılması mənə elə gəlir ki, daha asan baş verəcək, daha rahat baş verəcək. Görünür, əsas bu iki dövlətlə münasibətlər tənzimləndikdən sonra, burada tam möhkəmlənmə prosesi başa çatdıqdan sonra Gürcüstanla bağlı məsələ öz həllini tapacaq və dediyim kimi, orada zaten cəmiyyət hazırdır. Cəmiyyətdə, məsələn, biz Ermənistan cəmiyyətini götürsək, Ermənistan cəmiyyətində hardasa bir 35-40% qərbə münasibətdə, yəni qərblə strateji tərəfdaşlığı arzulayan bir kəsim var. Məsələn, Gürcüstanda bunu götürsək, Gürcüstanda bu
45-50% arasındadır. Bəlkə daha çoxdur. İndi biz aktiv siyasi proseslərdə bəzən insanların mövqeyini görmürük, amma ümumən götürəndə bu Avropa İttifaqı ilə imzalanmış tərəfdaşlıq sazişi onu göstərdi ki, Gürcüstanın Avropaya vizasız gediş gəlişi var idi. Daha çox məsələn ortaq mədəniyyət var, din amili var və Gürcüstan bu məsələlərdə digər Cənubi Qafqaz ölkələrindən bir addım öndə idi. Məsələn Azərbaycanda götürsək, Azərbaycanda indi bəlkə bu 5%, 10% civarında ola bilər. Yəni bir mənalı demək çətindir, əlbəttə indi tədqiqat aparılmayıb. Amma ümumi götürülsə, ümumi mənzərə olaraq götürülsə, bizdə yəni Avropa istiqamətində yalnız müxalif qüvvələr, bir də aktiv vətəndaş cəmiyyəti nümayəndələrindən çağırışlar eşidirik. Belə geniş, sadə xalq çörəyini Rusiyada qazanmağı, Qazaxıstanda qazanmağı, Türkiyədə qazanmağı, hətta Gürcüstanda belə gedib orada nəsə iş qurmağı daha məqbul sayır. Nəinki gedib Almaniyada, Fransada, Amerikada. Çünki o standartlar bir qədər fərqli standartlardır. Bizdə hətta ali təhsilli insanlar belə Avropa ölkələrinə bir iş üçün gedəndə, yəni bir miqrant kimi oraya gedəndə, orada müəyyən qədər əziyyət çəkilir. Orada dərhal hansısa uğurlu istədikləri o ixtisasına uyğun işlər əldə edə bilmirlər. Yəni bu nöqteyi nəzərdən əlbəttə Vensin Cənubi Qafqaza səfəri, indi bunu bu şəkildə adlandırmaq daha doğru olar. Kifayət qədər müsbət bir səfərdir və mən düşünürəm ki, bu bölgədə özünün müsbət təsirlərini göstərəcəkdir. Mənim yəni ilkin rəyim bundan ibarətdir. Nəsim bəy, demək əslində biz öz aramızda danışarkən də və bunu dəfələrlə müzakirəyə çıxartmırdıq. Amma belə bir məsələ var idi. Misal üçün, Azərbaycan 10 noyabr bəyanatından maneəsiz keçid əldə eləmişdi, faktik olaraq Rusiyadan əldə eləmişdi. Amma bu trip məsələsində, trip layihəsində bu maneəsiz sözü yox idi. Və dünən artıq məlum o xartiyada artıq biz o sözü gördük. Yəni bizə məlum oldu və biz gördük ki, artıq Azərbaycan belə deyək, Rusiyadan qopardığını Amerikadan da qoparıb. Yəni faktik olaraq maneəsiz Naxçıvana gediş-gəliş məsələsini demək olar ki, məsələni həll eləyib. Və Amerikanın təbii ki, Ermənistanda həm o trip layihəsi ilə bağlı, bundan əlavə atom elektrik stansiyası ilə bağlı məsələləri var. Onlara ümumiyyətlə dronların verilməsi məsələsi oldu. Və Azərbaycanla da bir hökumətlərarası, yəni hökumətlərarası bir saziş imzalandı. Sizcə bu saziş, təbii ki, bu sazişə kənardan ümumiyyətlə təsirlər, misal üçün Abbas Əraqçı İranın Xarici İşlər Naziri bildirdi ki, biz ümid edirik Ermənistan və Azərbaycan İranın maraqlarını nəzərə alır. Amma Rusiyadan hələ ki deyərdim ki, bununla bağlı bir açıqlama yoxdur. Yalnız Zatulin səviyyəsində belə bir açıqlama oldu ki, Rusiya Cənubi Qafqazı itirmək üzrədir və yaxud da ki, itirir. Yəni, faktiki olaraq Azərbaycan həm istədiyini yenə də Rusiyadan qopartdığını deyərdim, ABŞ-dan da qopartdı. ABŞ həm Ermənistanda, həm də Azərbaycanla bağlı müəyyən o xartiyalar üzərində müəyyən işlər gördü. İndi əsas məsələ bundan ibarətdir. Bu prosesin bu ilkin mərhələsidir. Bu prosesin hara gedəcək sizcə, nə qədər davamlı ola bilər və burada Ermənistandakı hakimiyyət dəyişikliyi və yaxud da ki, regionda İranla Amerika arasında toqquşma prosesindən sonra nələr ola bilər? Yəni, əslində vəziyyət o qədər də bəsit deyil sanki. Yəni, siz necə görürsünüz bunları? Əslində, indi vəziyyət ondan ibarətdir ki, Ermənistanda bu il doğrudan da seçki var. Artıq seçkilərə təxminən 3 aydan biraz artıq vaxt qalır. Və Nikol Paşinyanın yenidən hakimiyyətdə qalması üçün, hakimiyyətini saxlaması üçün təbii ki, Qərb burada maraqlıdır. Xüsusilə Amerika Birləşmiş Ştatları maraqlıdır ki, Nikol Paşinyan bu seçkilərdə qalib gəlsin. Çünki Ermənistanda indi nisbi götürsə, Ermənistanda demokratik seçki var. Ermənistanda hökuməti xalq seçir. Yəni, xalqdan mandat alan bir hökumət olduğuna görə onun xalqdan yenidən mandat alması üçün bu xalqa nəsə verilməlidir.
Həm bunu Paşinyan özü xalqa nə isə verməlidir. Həm bunun beynəlxalq tərəfdaşları ki var. Bunlar nə isə verməlidir ki, xalq da onun əvəzində öz səsini versin Paşinyana. Yəni Doğru. onların dəstəklədi. Məsələn, Rusiyanın seçimi elə deyil. Rusiya hər bir bölgədə özünə bağlı olan, məsələn, Bəşər Əsəd kimi bir adamı dəstəkləyir. Onun üçün seçki önəmli deyil. Yəni orada seçki keçirilsin, xalqdan dəstək alsın. Həmin şəxsə ya nə isə verir, ya ondan nə isə alır. Və orada bir avtoritar sistem yaradır. Amma Qərb belə deyil. Qərbdə hökumətlər özü dəyişir. Yəni Trump 2017-ci ildə hakimiyyətə gəlmişdi. 2016-nın sonunda, 2017-dən hakimiyyətə gəlmişdi. Amma 2020-nin sonunda getdi. Hə. Yəni indi təkrar yenə gəldi. Yəni 1-3 ildən sonra bu yenə gedəcək. Yəni məsələ ondan ibarətdir ki, Ermənistanda xalqdan dəstək alan, xalqdan mandat alan bir hakimiyyət olduğuna görə Ermənistanla əlaqə saxlayan hər tərəf erməni xalqına nə isə verməlidir. Erməni cəmiyyətini nədəsə kişilikləndirməlidir. Yəni bu bir aksiomadır. Erməni xalqı indi iqtisadi baxımdan daha çox Rusiyadan asılıdır. Açıq etiraf etmək lazımdır ki, hələ də Rusiya asılılığı Ermənistan üzərində daha ağırdır. Amma qərb yönümlü bir hakimiyyətin möhkəmlənməsi üçün ilk növbədə erməni xalqına verilə biləcək, belə deyək də, hədiyyələrdən biri o ola bilər ki, Azərbaycanla ciddi bir sülh sazişi çox real, indi tam belə deyək, imzalanma prosesi yəqin ki, konstitusiya dəyişindən sonra olacaqdır. Amma hər halda paraflanıbdır, əlaqələr qurulubdur. Siz diqqət edirsinizsə, noyabr ayında, keçən ilin noyabr ayında Ermənistana biz ilk dəfə öz ərazimizdən taxıl dolu yükləri buraxdıq. Yəni qatarla getdik. İndi artıq son xəbərləri izləyəndə görürsən ki, bu artıq müntəzəm xarakter alıbdır. Həm Qazaxıstandan, həm Rusiyadan çıxan qatar, həmin taxıl yüklü qatarlar gəlir, böyük kəsik stansiyası vasitəsilə keçir Gürcüstana, Gürcüstan vasitəsilə isə Ermənistana daxil olur və gedir. Yəni son mənzilə getmək üçün Azərbaycan ərazisindən əvvəlki ilə müqayisədə qat-qat əlverişli bir marşrutdur. Hansı ki, onlar dəmir yolu vasitəsilə həyata keçirilən layihə çox bahalı, həm çox uzun müddət çəkirdi, həm də ki, təhlükəsizlik təminatı da zəif idi orada. Amma indi Rusiyanın təsirindən demək olar ki, Ermənistan ən azı belə deyək də, o yük daşımalarında müəyyən qədər qurtulub, müəyyən qədər xilas olub. İndi sabahları bu trip yol işləyəndən sonra Ermənistan ümumiyyətlə heç Gürcüstan ərazisindən keçmədən birbaşa Azərbaycandan daxil olaraq nəinki özünə lazım olan yüklər, həm də o beynəlxalq bir marşruta çevriləcəkdir. Bu baxımdan əlbəttə Ermənistanda seçki öncəsi, məsələn, bu ABŞ vitse-prezidentinin oradakı səfəri, orada əldə edilmiş razılaşmalar daha çox ona yönəlibdir ki, erməni cəmiyyəti Nikol Paşinyana yenidən səs versin. Çünki faktiki olaraq orada imzalanmış sənədlərə diqqət etsək, o sənədlərin bir bölümü, məsələn, insan hüquqları demokratiya ilə bağlı məsələlər idi. Və ümumiyyətlə digər hissəsində isə bir neçə dəfə ayrıca məsələn bölmələrdə təxminən ona yaxın demokratiya, insan haqları məsələləri vurğulanır. Amma Azərbaycanla bağlı sənəddə ümumiyyətlə demokratiya, insan haqları ilə bağlı bir söz belə yoxdur. Çünki yəni hər cəmiyyətin tələbatına uyğun Amerika Birləşmiş Ştatları istədiyini verir. Yəni onların daha çox tələbatı budur, buna ehtiyacları var. Onu verir və bir də layihələr. Hansı layihələr? Məsələn, enerji sektoru tam Rusiyanın təsirindədir Ermənistanın. O Metsamor atom elektrik stansiyasını Ruslar işlədir. İndi tədricən orada modul tipli bir sıra belə atom elektrik stansiyalarının inşası nəzərdə tutulur. Əvvəl Rusiya və Çin də bildirmişdi ki, biz də belə stansiyaları tikə bilərik. Və hətta bəzi mənbələr onu göstərir ki, orada təklif olunan qiymətlər daha əlverişli qiymətlər olubdur. Amma ona baxmayaraq, Nikol Paşinyan Amerika Birləşmiş Ştatlarını seçdi. Və bu doğru seçimdir. Niyə görə doğru seçimdir? Amerika Birləşmiş Ştatları hazırda
dünyanın en qüdrətli dövlətidir və Amerika Birləşmiş Ştatlarında çox böyük erməni lobbisi var. Onlar bir çox məqamlarda, məsələn, Amerika Birləşmiş Ştatlarının strateji maraqları ilə toqquşmayan istənilən məsələni həll edə bilirlər. Yəni, haradakı strateji maraq toqquşur hökumətlə, Amerika dövlətinin marağı ilə, orada erməni lobbisi bir şey eləyə bilmir. Məsələn, soyqırım abidəsi ilə bağlı Vance'in paylaşımını silmək məcburiyyətində qaldı. Orada yazmışdı ki, erməni soyqırım abidəsinə biz əkilib qoyduq, onların xatirəsini yad etdik. Amma sonradan bir neçə saat sonra onu silmək məcburiyyətində qaldı. Çünki Amerikanın indi maraqları onu tələb edir ki, regionda Türkiyə və Azərbaycanla daha həssas yanaşdı. Bu nöqteyi nəzərdən əlbəttə Ermənistana bir sıra layihələr var ki, o layihələr istiqamətində artıq investisiya qoyulacaq. Ən az onun vədi verildi. Bu həmin o atom elektrik stansiyalarının tikintisi üçün təqribən 4 milyard və sonra yenə 5 milyard, hardasa 9 milyardlıq bir sərmayədən söhbət gedir. Bundan əlavə trip yolu ilə bağlı da deyilmiş fikirlər, orada qəbul edilmiş qərarlar onu göstərir ki, daha çox Nikol Paşinyan hökuməti Amerika Birləşmiş Ştatlarından dəstək alaraq həm seçkidə uğur qazanmağı hədəfləyir. Çünki bu, belə götürsək, müharibədə uduzmuş bir lider məhz həmin o qərb yönümlü siyasətinə görə xalqdan dəstək alırdı. Yəni, erməni cəmiyyətində bugün, mən dediyim kimi, təxminən bir 40% civarında qərb yönümlü siyasəti dəstəkləyən və onu təşviq edən insanlar var. Və təbii ki, orada bir 20% Rus tərəfini dəstəkləyən var. Amma bir 40% tərəddüdlü insan da var. Bu 40% tərəddüdlü, məsələn, mən bunu dediyim şərti rəqəmlərdir. Orada 5 aşağı, 5 yuxarı ola bilər. Amma tərəddüdlülər ki var, mövqeyini müəyyən etməyənlər ki var, onlar baxırlar ki, bugün batmaqda olan bir Rusiya var, qalxmaqda olan və regionda güclənməkdə olan Türkiyə, Azərbaycan və Amerika Birləşmiş Ştatları. Deməli, kimin də yaxın olmaq daha sərfəlidir? Amerika Birləşmiş Ştatları. Amerika Birləşmiş Ştatlarına yaxın olsa, onlar özləri üçün yaratdığı o süni Türkiyə xofu, Azərbaycan xofu ki var, bundan da qurtula bilirlər. Yəni, Ermənistan üçün və Nikol Paşinyan hakimiyyəti üçün Vance'in səfəri olduqca əhəmiyyətli idi. Olduqca əhəmiyyətli idi və çox böyük dividendlər qazandırdı onun üçün. Eyni zamanda bizim üçün də. Azərbaycan üçün də bu səfər, mən düşünürəm ki, strateji baxımdan olduqca əhəmiyyətli səfər oldu. İndi siz bir məqamı qeyd elədiniz haqlı olaraq, Naxçıvana maneəsiz keçidlə bağlı orada bir məsələnin yer alması. Amma təkcə bu deyil. Əlbəttə, Azərbaycanla bağlı indi əgər bu barədə ayrıca danışarıqsa detallara toxunarıq. Amma ümumən götürdükdə belə Vance'in səfəri birinci Ermənistan-Azərbaycan arasında sülh prosesinin dərinləşməsinə xidmət etdi. Çünki həm verilən bəyanatlar, atılan addımlar daha çox, necə deyək, razılaşdırılan layihələr onu göstərir ki, Amerika Birləşmiş Ştatları 2025-ci ilin avqustun 8-də bünövrəsini qoyduğu sülh razılaşmasının üzərində artıq bir yeni bir həm sülhlə bağlı, həm də ki, geosiyasi bir yeni bir arxitektura müəyyənləşdirib və onun tikintisinə başlayıbdır. Və bu olduqca əlverişli bir təməl atma mərasimi oldu. Məsələn, əgər o vaxtı Vaşinqtonda bunu atmışdılarsa, indi bunu regionda atdılar. Regionda hər iki ölkədə gəldi, o çox pozitiv mesajlar verdi, çox pozitiv qarşılanmalar oldu. Əlbəttə, çatışmayan şeylər də çox oldu. Amma biz indi müsbət tərəflərini qeyd edək ki, bu müsbət tərəflər nədir? Bu bizim üçün nələr vəd edir? Əlbəttə, risklər də olacaq burada. Amma dediyim kimi, fürsətlər daha çox cəlbedici görünür. Nəsim bəy, mən Xartiyanı, məlum o anlaşmanı Xartiyanı oxuyanda
diqqət çəkən məqamlardan, əsas məqamlardan biri ondan ibarətdir ki, investisiya məsələsi var ortalıqda, kiber təhlükəsizlik məsələsi var, süni intellekt var və sərmayələr məsələsi var. Ümumiyyətlə bir çox sahələr üzrə. Yəni daha çox iqtisadi yükü daha ağır olan bir xartiyadan gedir söhbət və təbii ki, təhlükəsizlik, digər məsələlər, onsuz da bu məsələ ilə bağlı Vensin də fikirləri oldu, Əfqanistan məsələsini ön plana çıxardaraq. Bu Ermənistana və Paşinyana nəyisə qazandıracaq. Bizə, Azərbaycana nəyə qazandıracaq? Azərbaycana belə deyək də, bir qədər uzaq vədədə nələrsə qazandırma ehtimalı var. Yəni birbaşa dərhal qazandırma indi Ermənistanda olduğu kimi bizdə olmayacaq. Bizdə məsələn bir sıra sahələr üzrə o infrastruktur layihələr demək olar ki, hazırlanmalıdır. Ən azı bir 3 ay müddət müəyyənləşdi. Yəqin ki, may ayının sonuna qədər Azərbaycanla hansı layihələrin həyata keçirilməsi istiqamətində müəyyən müzakirələr davam edəcək. Bilirsiniz, biz bunu mütləq qeyd eləməliyik. İndi Ermənistanla müqayisədə, hətta Gürcüstanla, Özbəkistanla müqayisədə Azərbaycanda investisiya mühiti çox da açıq mühit deyil. Yəni bu bizim ölkəmizə kimsə əlini qolunu sallayıb, rahatlıqla gəlib investisiyaya qoyulması elə də asan deyil. Əlbəttə, indi kimlərsə deyə bilər ki, Amerika Birləşmiş Ştatları üçün bu problem deyil. Sabah Amerika Birləşmiş Ştatları burada gətirib hansısa bir investisiya qoysa, sərmayə qoysa, ona kim əngəl yaradacaq ki, heç kəs yaratmayacaq, yarada bilməz. Məsələn, belə iddialar var, bu müəyyən qədər reallığı əks etdirə bilir. Amma nəzərə almaq lazımdır ki, böyük şirkətlər ki var, o şirkətlər o mühiti, hüquqi mühiti mütləq qiymətləndirir. Onu mütləq nəzərdən keçirir, dəyərləndirir. Daha doğrusu onlar sərmayə qoymazdan öncə ilk növbədə araşdırdığı birinci məsələ hüquqi mühit məsələsi. Ona görə Azərbaycanda belə deyək də investisiya üçün hüquqi mühit xeyli dərəcədə yumşalmalıdır, dəyişməlidir, açılmalıdır beynəlxalq sərmayələr üçün. Mən şəxsən bildiyim qədərilə Azərbaycanın özünün dövlət qarantiyası olmadan hər hansısa bir böyük şirkətlər sərmayə qoymur. Məsələn, Səudiyyə Ərəbistanı ilə biz keçiririk müəyyən layihələr var. Hansı ki, yaşıl enerji sahəsində olan layihələrdir. Külək enerji sahəsində olan, günəş enerji sahəsində olan. Amma bu kreditlər ki var, bu kreditlərə daha çox Azərbaycanın qarantiyası ilə, Azərbaycanın dövlət qarantiyası ilə verilibdir. Bu deməkdir ki, sabah burada hər hansısa bir hadisə baş versə, bunu Azərbaycan dövləti ödəyəcək. Birbaşa, məsələn, Özbəkistana qoyulan, Gürcüstana və yaxud da ki, Ermənistana qoyulan sərmayə kimi kimsə cəsarətlə gətirib öz pulunu burada qoya bilmir. Bax, bu mühit dəyişməlidir, bu ilk növbədə vacib amildir. Ona görə Azərbaycan xalqına birbaşa Ermənistan xalqı kimi dərhal nəyisə əldə edəcəyi biraz mən elə güman eləmirəm. Amma müəyyən bir zaman kəsiyində proseslər ona doğru gedəcək. Çünki xarici sərmayə elə bir şeydir ki, o mütləq özü ilə bərabər sosial mühitə də təsir göstərir. Bu yeni iş yerləri yaradacaq, yeni iqtisadi infrastrukturlar açılacaq və orada şərtləri daha çox həmin o böyük şirkətlər özü müəyyənləşdirəcəklər, öz standartlarını. Və o baxımdan əlbəttə əhəmiyyətlidir. Nəzərə almaq lazımdır ki, Azərbaycan prezidentinin də Amerika Birləşmiş Ştatlarının bir sıra aparıcı şirkət rəhbərləri ilə görüşü oldu. Bu o deməkdir ki, vəziyyət müzakirə ediləcək, dəyərləndiriləcək. Yəqin ki, müəyyən qərarlar da qəbul olunacaq. Çünki indi biz indiyə qədər Rusiya ilə daha çox strateji tərəfdaşıydıq. Rusiyanın standartları ilə yaşayırdıq. İdarə etmə sistemi Rusiyanın standartlarına yaxın idi. İndi Amerika Birləşmiş Ştatları bölgəyə oturur yavaş-yavaş, gəlir. Və bu proses qarşıdakı 3 il, yəni Trump hakimiyyətdə olduğu müddətdə dərinləşərək gedəcək. Yəqin ki, bu il, bəlkə gələn il biz Ermənistanla sülh sazişinin imzalanmasının şahidi olacağıq.
o sülh sazişi imzalandıktan sonra artıq bunun özü də yeni bir artıq belə deyək də o münasibətlər sisteminə yeni bir çağlar qatacaq, yeni bir təsir gətirəcək. Burada əlbəttə əhəmiyyətli olan budur ki, həm Transxəzər layihəsində, həm bizim orta yol dəhliz layihəsi ilə bağlı, bizim Zəngəzur yolu və trip marşrutu ilə bununla bağlı xeyli müsbət məqamlar var və artıq bu onu göstərir ki, Avqustun 8-də Vaşinqtonda imzalanmış razılaşmanın sərhədləri genişləndi. Burada artıq yəni bu sözdən işə keçirilmə var. Bu işə keçirilmə addım-addım böyüyəcək. Çünki ən azı o vaxt xatırlayırsınızsa bir 6 aylıq müddət qoyulmuşdu ki, strateji xartə ilə bağlı komissiya yaradılsın və müəyyən işlər görülsün. İndi artıq xartə imzalandı. Hökumətlər arası imzalandı əlbəttə. Amma bu eyni zamanda bir 3 aylıq müddətdə də layihələrlə bağlı müzakirələri gətirəcək. Sonra isə prosesin özü davamlı olaraq gələcək. Və o baxımdan bu müsbət qarşılana bilər. Xüsusilə məsələn diqqətimizi çəkən məqam bu oldu ki, həm Ermənistanda, həm Azərbaycanda AI sahəsində, yəni süni intellekt sahəsində infrastrukturun yaradılması məsələləri müzakirə olundu. İndi Azərbaycanda bilirsiniz, elə bil ki, sənin yaxşı bir maşının var, amma yol yoxdur. Yəni sən yol olmayan yerdə o maşını sürə bilməyəsən. Süni intellekt üçün Azərbaycanda hətta bunun məsələn kadrlarının yetişməsi, bunların bilirsiniz, o yüksək texnologiyalı kompüterlər lazımdır ora. Data bazasının yaranması ilə bağlı məsələlər var. Bir qədər məsələn o dərinə gedəndə bu olduqca kiber təhlükəsizlik sahəsində ölkənin həm iqtisadiyyatın, həm təhlükəsizlik sektorunun, ümumiyyətlə dövlət idarə etməsinin, inzibati idarə etmənin özünün də xidmətlərin də rəqəmsallaşması istiqamətində çox mühüm bir addım olacaq. Bu əslində belə götürsək Azərbaycan üçün, yəni inkişafın bir mən deyərdim bəlkə ilk mərhələ olaraq olduqca əhəmiyyətli bir mərhələsidir. Xüsusilə bu süni intellekt sahəsində atılan addımlar, qarşılıqlı razılaşmalar. Çünki Amerika Birləşmiş Ştatları və İsrail bu sahədə əsas aparıcı dövlətlərdir. Azərbaycan bilirsiniz ki, İsraillə belə bir müqavilə imzaladı. Ölkənin Nəqliyyat və İnformasiya Texnologiyaları Naziri. Eyni zamanda artıq Amerika Birləşmiş Ştatları ilə imzalanmış xartiyada da bu barədə müəyyən göstərişlər var. Bu həm də regionda Azərbaycanın əhəmiyyətini biraz da artıracaq. Məsələn, əgər bizim kiber təhlükə ilə bağlı Rusiyadan, bəzi hallarda İrandan müəyyən çəkindiyimiz, müəyyən təhdidlər qarşısında qaldığımız məqamlar olurdusa, qarşıdakı illərdə bu proses dərinləşəndən sonra artıq ölkənin kiber təhlükəsizliyi tam qorunacaq. Daha etibarlı data bazası yaradılacaq. Bunlar əlbəttə əhəmiyyətli məsələlərdir. Bu birbaşa dediyim kimi, birbaşa vətəndaşa yəqin ki, isti-isti təsiri olmayacaq. Amma zamanla həm dövləti gücləndirəcək, həm də təbii ki, hakimiyyəti də gücləndirəcək. Zaten Azərbaycanda çox güclü bir hakimiyyət var. Yəni biraz da onu gücləndirəcək. Amma eyni zamanda bu cəmiyyəti də dolayısıyla, yəni bu açılan fürsətlər ki var, bu fürsət pəncərələrindən qabiliyyətli insanlar, bacarıqlı insanlar nələrsə əldə edə biləcək. Yəni bu elə bir mühitdir ki, o mühiti tam şəkildə qapatmaq artıq mümkün olmayacaq. Sən küçə ticarəti deyil ki, bir dənə polis göndərəsən ki, ged orada almaları yığışdır. Bu rəqəmsal iqtisadiyyat bir qədər fərqli bir məsələdir. Ora belə ənənəvi Rus metodu ilə müdaxilələr alınmayacaq. Arzulasalar belə yenə eləyə bilməyəcəklər. Bu baxımdan perspektivdə bu xalqımız üçün mən düşünürəm ki, əhəmiyyətli olacaq. Nəsim bəy, müsbət tərəflərindən danışdıq, amma bu məsələlərin çoxlu sayda riskləri də var. Nə mənada? Çünki ən azından xəritəyə biz baxanda
faktiki olaraq biz Rusiyanın bir tərəfdən İranın və ümumiyyətlə bizim başqa yerə qərbə çıxış, ümumiyyətlə okeanlara çıxış yox, bir şey yox. Yəni bir sanki bu iki belə bir məngənənin ortasında yerləşmişik və diqqət çəkən məqamlardan biri o idi ki, misal üçün Vance bildirdi ki, Azərbaycana katerlər və söhbət hərbi katerlərdən gedir, qayıqlar və onlardan və platformalar Azərbaycana təmin eləyəcəklər və burada Xəzər dənizinin əhəmiyyəti məsələsi çıxır ortaya. Faktiki olaraq Xəzərin hələ ki hüquqi statusu yoxdur, çünki İran müqaviləni ən azından parlamentdən keçirib Qazaxstana təqdim etməyib. Bu məsələ necə həll oluna bilər? Ortada bir İran faktoru var, ortada nə qədər zəifləsə də bir Rusiya faktoru var və İran faktoru var. Bütün bunların ortasında risklər nədir və bu risklərdən çıxış yolları necə ola bilər? Əlbəttə, burada risklər var. Çünki regionumuz elə bir regiondur ki, burada aparıcı dövlətlər, böyük güclər Qərbin burada fəal iştirakını arzulanır. Həm İran, həm Rusiya yumuşaq desək istəmirlər ki, Amerika Birləşmiş Ştatları bu regionda dominant geosiyasi gücə çevrilsin. Özləri üçün onu bir təhdid sayırlar. Və ona görə mümkün qədər bu prosesdə necə deyək, əngəl olmağa çalışacaqlar. Yəni çalışırlar da. Bunu deyək ki, bu təsadüfi də deyil. Xəzərlə bağlı məsələ 2018-ci ildə Xəzərin hüquqi statusu ilə bağlı konvensiya qəbul edilib. 5 Xəzəryanı dövlət imzalayıb. Amma əlbəttə haqlısınız, İran bunu ratifikasiya etməyib. Digər dövlətlər bunu ratifikasiya ediblər. Amma beynəlxalq konvensiyaların o işləmə mexanizminə diqqət edəndə bir şey aydın olur ki, əgər bu konvensiyanı digər tərəflər, hamısı imzalayıblarsa, orada İran tərəfinin bunu ratifikasiya edib etməməsi ciddi bir hüquqi əngəl yaratmayacaq. Yəni o razılaşmaya bilər, amma digər 4 dövlət, xüsusilə burada məsələn Rusiya Xəzərdə aparıcı bir mövqeyə sahibdir. Rusiya bu prosesdə bu sənədi əsas təqdim edən dövlətdir. Yəni həm Qazaxıstanla, həm Türkmənistanla, həm Azərbaycanla sənədi razılaşdıran tərəf Rusiya olub. Eyni zamanda İranladır. İranda hökumət bunu imzalayıbdır, amma parlament hələ ki bunu ratifikasiya etməyib. Amma dediyim kimi, əgər 4 dövlət bunu ratifikasiya edibsə, artıq bu mexanizm işləyir. Hazırda Xəzərin hüquqi statusu məhz həmin sənəd əsasında tənzimlənir. İran onu birbaşa poza bilmir. Amma belə götürsək, Xəzərdə əsas hərbi donanma Rusiyanın. Eyni zamanda ondan daha zəif olan İran da artıq var. Əgər məsələn əvvəlki dönəmləri biz götürüb analiz etsək, Sovet dövrünə qədər İranın o Astara Həsənqulu xətti ki var idi, həmin Xəzərin məsələn 11% olan hissəsi. Bu Astara Həsənqulu xəttindən kənarda ancaq balıqçı gəmilər üzə bilər. İranın yalnız balıqçı gəmilər, orada da müəyyən bir məsafə müəyyənləşdirilmişdi. Yəni öz ərazi sularından kənara çıxması İran Sovet dövründə ümumiyyətlə çıxmayıbdı. Çıxa bilməyibdi. Çünki Türkmənistan da olubdur Həsənqulu xətti üzrə SSR ərazisi, Astara da olub Azərbaycan SSR ərazisi və İran buna nəzarət edilib. Amma bu SSR dağıldıqdan sonra və bu konvensiya İrana da imkan verir ki, o Xəzərdə müəyyən qədər, yəni öz ərazi sularında və bir qədər də genişlənmiş ərazidə hərbi mövcudluğunu göstərsin. Hətta məsələn Xəzərdə siz diqqət edirsinizsə, müəyyən hərbi təlimlər də keçir. İran Sovet dövründə bunu heç vaxt etməyibdi. Amma indi bunu edir. Və Rusiya əslində maraqlıdır ki, burada Xəzərdə daha böyük güc İranla öz əlində olsun. Yəni Azərbaycan, Qazaxıstan, Türkmənistan, bunlar hardasa Qərblə müəyyən qədər uzlaşdırıcı bir siyasət qura bilər. Bu ehtimal var. Çünki bunlar böyük o imperiyalar arasında əzilmiş, onun nüfuz dairəsində olmuş dövlətlərdir deyə. İstər-istəməz
onlar qurtulmaq istəyər. Daha böyük oyuncuların bura cəlbini istəyər. Ona görə diqqət edirsinizsə o xartiyada Xəzərin statusu ilə bağlı, daha doğrusu konvensiyada üçüncü Xəzəryanı olmayan dövlətlərin bu ərazidə hərbi iştiraki qadağan edilir. Bəli. Amma əlbəttə Azərbaycan əgər Amerika Birləşmiş Ştatlarından hərbi kartellər alacaqsa, yeri gəlmişkən Amerika Birləşmiş Ştatlarının həmin o kartelləri, sahil mühafizəsi üçün nəzərdə tutulan kartelləri kifayət qədər müasir və güclü sistemlər. Yəni bunlar Azərbaycana Xəzərdə özünün sahilyanı təhlükəsizliyini təmin etmək üçün müəyyən əlavə üstünlüklər qazandıra bilər. Amma indi həmin o konvensiyada indi çox farklı olaraq qeyd edilir. Yəqin ki, İran onu qısa müddətdə ratifikasiya edəcək. Çünki indi Xəzər üzərindən keçən ki, yüklərin daşınması var, yaxud Xəzər üzərindən hansısa, Çin də təklif eləmişdi ki, bir yol da çəkilə bilər Xəzər səthindən üst səviyyədə. Bütün bunlar hamısı əslində belə desək, o layihənin, məsələn, Amerika Birləşmiş Ştatlarının Xəzərdəki mövcudluğu, artıq belə görünür ki, Amerika Birləşmiş Ştatları o konvensiyanın tələbinə baxmayaraq Xəzərdə mövcudluğu üçün addım atır. Yəni, sabah kartelləri gələcək, sabah mütəxəssisi gələcək ora, onların idarə olunması ilə bağlı birgə əməkdaşlıq və s. birgə təlimlər və bunlar hamısı ona gətirib çıxaracaqdır ki, Amerika Birləşmiş Ştatları bir də görəcək ki, Xəzərdə də öz mövcudluğunu artıq təmin etməkdədir. Ona görə əlbəttə İran və Rusiya birlikdə buna müəyyən qədər əngəl yaratmağa çalışa bilər. Belə bir risklər ola bilər, bu ehtimallar var. Bu Trump administrasiyası iş başında olduğu müddətdə biraz real görünmür. Açıq qarşıdakı məsələn bu 3 ildə çox da real görünmür. İndi 3 il sonraki prosesləri indidən demək çətindir. Xüsusilə məsələn nəzərə almaq lazımdır ki, geosiyasi proseslər o qədər sürətlə, o qədər belə ziddiyyətli şəkildə və mürəkkəb şəkildə dəyişir ki, bir mənalı fikir demək çox çətindir. Biz bir il əvvəl dost kimi görünən ölkələri indi bugün rəqib kimi görə bilirik. Dünən düşmən olan dövlətlər bugün artıq müttəfiq kimi masa ətrafındadırlar. Elə Ermənistan, Azərbaycan. 5 il əvvəl düşmən münasibətdə olan dövlətlər indi Amerikanın 2 strateji tərəfdaşıdır. 2, yəni bu artıq biz ermənilərlə dost, qardaş olmağımız çətin məsələdir. Böyük yara asıb var. Böyük düşmənçilik oldu. Ermənistan tərəfində də heç bunu arzulamayan böyük çoxluq var. Amma biz o strateji münasibətlərə görə normal qonşuluq etmək məcburiyyətindəyik. Bu tip məsələləri nəzərə alsaq, sabahları Xəzərdə də Amerika Birləşmiş Ştatlarının aktiv iştirakını görə bilərik. Risklər belə götürsək, məsələn, İran indi daha çox öz problemləri ilə baş-başadır. İranın geosiyasi proseslərdə hansısa ciddi bir nüfuz etməsi real deyil. Ola bilər Türkmənistan sahillərinə, Azərbaycan sərhəddində hansısa hərbi təlimlər keçirsin, hansısa ordu yıxsın. Amma bunlar təsir göstərəcək amil deyil. Biz xatırlayırıq ki, müharibədən dərhal sonra, 44 günlük müharibədən dərhal sonra İran Araz çayı sahillərində çox saylı hərbi təlimlər keçdi. Yəni Azərbaycana hədə gələn, nə bilim, Araz çayını belə keçəcəm, körpü qoyacam. İndi hardadır? İndi o zaman məsələn daha çox kafanda səhv eləmirəmsə konsulluq xidməti açmışdılar. Demək olar ki, heç orada iş də yoxdur. Heç orada o proses tamamen dayandı da. O vaxt onlar Qarabağ ərazisinə xeyli tırlar vasitəsilə yük daşıyırdılar. İndi hanı? Yəni, proses ona görə deyirəm ki, çox sürətlə dəyişir. Sürətlə dəyişdiyinə görə indi o təhdidlər düzdür, səsləndirilir. Amma nəzərə almaq lazımdır ki, biz də o təhdidlərə qarşı hazırlaşırıq. Məsələn, görürəm, Azərbaycan da bu istiqamətdə
boş oturmuyubdur. Bu təhdidlərə bir çox hallarda real yanaşır. Mümkün qədər asan yem olmamağa çalışır. Öz təhlükəsizliyi üçün daha belə deyək də o güclü qlobal oyuncularla işbirliyinə gedir. Bunlar əhəmiyyətli məsələlərdir. İrandan təhdid dediyim kimi, İrandan təhdid çox da real deyil. İran indi özü ilə məşğuldur. Rusiya ilə bağlı isə indi desək ki, tam təhdid ortadan qalxıb, bu da real olmaz. Amma biz nə Rusiyanı çox belə işitməli deyilik, nə də çox da kiçiltməli deyilik ki, Rusiyadır da batıb gedir. Yox, doğru şey deyil. Rusiya böyük dövlətdir, potensiallı dövlətdir, nüvə dövlətidir və sabah bizim kimi dövlətlər üçün problem ola bilər. Ona görə mümkün qədər proseslərdə həm qlobal oyuncularla strateji əlaqələri dərinləşməsi, həm qonşularla münasibətdə mümkün qədər sıfır problemini həll etmək lazımdır. Nəsim bəy, sonda elə sualım bundan olacaq. Yəni, siz söhbətə başlayanda Gürcüstan faktorunu ortaya atanda, yəni dolayısıyla belə çıxdı ki, Gürcüstan faktiki olaraq Rusiyanın qorxusundan bir çox məsələlərdən geri çəkilir. Yəni, bu aydın məsələdir. Mənim qənaətimdir. Mən belə düşünürəm ki, hökumət ehtiyatlı yanaşır ki, sabah onu Rusiyanın cəngindən xilas eləyə biləcək üçüncü tərəf olmaya bilər. Doğru. Burada digər bir məsələ var. Yəni, Azərbaycan tərəfi də təbii ki, bir Amerika ilə xartiya imzaladı, Ermənistan da müqavilələr bağladı, bir xartiya imzaladı. Yəni, Azərbaycan və Ermənistan xüsusilə. Yəni, biz gördük ki, Gürcüstan ehtiyatlı davranır. Hər şey bitdi, arxain olmaq lazımdır. Artıq bizə, yəni baş fırlanmasına getməlidirmi, yoxsa digər prosesləri necə idarə eləməlidir ki, o təhdidləri sıfırlaya bilsin, xüsusilə Rusiyadan. Çünki İranın həqiqətən də problemləri özünə hələ bəstə hesab edirəm ki. Çox gözəl sualdır. Əslində, Səxavət bəy, biz Ermənistanla indi sülh prosesini dərinləşdirməkdəyik. Amma nəzərə almaq lazımdır ki, Ermənistanda Azərbaycanla düşmənçiliyi sona qədər aparmaq istəyən qüvvələr var. Və bunlar heç də zəif deyil. Bunlar sabah görsə ki, texnoloji baxımdan onlar Azərbaycanı üstələyiblər. İndi açıq demək lazımdır ki, texnoloji üstünlük hər şey deməkdir. Hər şey. Və İsrailin bir 10 milyona yaxın əhalisi var. Səhv etmirəmsə 10 milyona yaxın əhalisi var. Bir 300 milyonluq ərəb ölkələrinə meydan oxuyur. Üstəgəl İrana, Suriyaya, yəni hamısına belə baxanda təkcə onlara deyil. Avropa ölkələrinin özünün də bir çoxu İsraillə hesablaşır. Niyə görə? Çünki texnoloji üstünlük əldə edir. Sabah əgər Ermənistan bu sahə üzrə böyük üstünlüklər əldə etsə və indi hakimiyyətlər də dəyişir, insanlar da dəyişir, yanaşmalar da dəyişir. Sabah yenidən onlar Azərbaycana münasibətdə fərqli bir siyasəti yürüdə bilər və bu bizim üçün çox böyük bir problemə çevrilər. Hansı ki, dediyim kimi, Ermənistanı biz bir zəif dövlət olaraq məğlub edə bildik. Amma texnoloji baxımdan inkişaf etmiş, süni intellekt sahəsində, ümumiyyətlə, belə götürsək, qeyri-səlis məntiqin tətbiqi ilə aparılan iqtisadiyyat, təhlükəsizlik, idarə etmə sistemi, bunlar hamısı təkmilləşir. Təkmilləşir və bir çox hallarda əvvəlki standartların çox üzərinə qalxır. Və Ermənistan indi iqtisadi baxımdan bizdən, mən deyərdim, yaxşı vəziyyətdədir həm də. Doğrudan da istər əhalinin gəlirləri baxımından, əmək haqqının yüksəkliyi baxımından, sosial təminat baxımından. Müharibədə məğlub olmuş bir ölkə indi belə götürsək, amma bizdən bir çox parametrlər üzrə önə çıxmaqdadır. Sabah texnoloji baxımdan da bu önə çıxsa, bu bizim üçün artıq çox böyük bir təhlükə mənbəyi olacaq. Burada Rusiya ilə bağlı məsələlər belədir ki, Azərbaycan mümkün qədər Rusiya ilə açıq qarşı durmanın
həvəsləndirən tərəf olmamaq. Mümkün qədər, çünki biz indi Rusiya ilə böyük iqtisadi bağlarımız yoxdur. Zaten Azərbaycanın belə götürsək, Cənubi Qafqazda Rusiyadan ən asılı olan ölkə Azərbaycandır. Doğru. Neftimizi, qazımızı satırıq qərb ölkələrinə. Daha çox, məsələn, ticarət tərəfdaşlarımız sırasında da yenə qərb dövlətləri var. Rusiya ilə böyük bir ticarət dövriyyəmiz yoxdur. Əsasən Rusiyadan alırıq. Yəni Rusiya nə isə çox satmırıq ki, deyək ki, o sabah bizim iqtisadiyyatımızda problem yaradacaqdır. Biz daha çox Rusiyadan alırıq. Yəni bu Rusiya iqtisadiyyatı üçün faydalı bir qonşu yox biz. Rusiya bizə satır, bizim vasitəmizlə qazanır. Biz onun vasitəsilə çox şey qazanmırıq. Və biz bunu ona görə edirik ki, Rusiya bizdən çox şey istəməz. Hər bu baxımdan burada mövcud idi, onun ayağını kəsdik. Ən müsbət hal bu oldu. Onun ayağı kəsildi. İqtisadi təsir riskləri yoxdur. Bir qədər bəlkə Xəzərdə problemlər ola bilər. Onu da Azərbaycan zaten tək başına öhdəsindən gələ bilməz. Amerika Birləşmiş Ştatları və bəlkə də Çinin özü ilə də bu məsələlər koordinasiyalı şəkildə aparılmalıdır və aparılır da. Yəni prosesləri indi izləyək, görək hansı istiqamətə daha çox inkişaf edəcək. Təşəkkür edirəm Nəsim bəy, vaxt ayırdığınız və deyərdim ki, Vensin ümumiyyətlə hesab edirəm ki, Vensin gəlişi və ümumiyyətlə bu imzalanan müqavilələr və yaranmış vəziyyətlə bağlı demək olar ki, bütün sualların hamısı ətrafında ən azından müzakirə apara bildik. Minnətdaram bir daha sizə. Mən də sizə təşəkkür edirəm. Sağ olun. İzləyicilərə də təşəkkür edirəm ki, vaxt ayırdılar, bizə baxdılar. Sağ olun, var olun.